Aktyorluq, rejissorluq, ssenaristlik kursları. Hamısı bir arada. Uşaqlıq xəyalları heç bu qədər əlçatan olmamışdı. Həyatına rəhbər, təhsildən istehsala addımlar. Müasir Azərbaycan kinosunun formalaşmasında sənin də rolun olsun. Konsertə işdən bilet almışam. Mənlə gələrsən? Ayağın alınmayacaq, gələ bilməyəcəm. Niyə? Ayağın mən sənin də istəyirəm, başa düşürəm. Yaxşıdırsan, biz bir-birimizi çoxdan tanıyırıq, amma alınmayacaq bizdə, mən də alınmayacaq. Aras! Ayağa qalx. Çıx çölə icazə al, elə gir içəri. Mən də sizin kurqa qoşula bilərəm. Anam bilir. Həm də anamın qərarları yaxşı olsaydı özünə fayda eləyərdi. Burada nə işin var, hə? Məktəbdən çıxıb evə getmək əvəzinə bu xarabalığa gəlmisən? Cavab ver, nə inirdin oğlanların masasında? Deyəsən, Aras Saranın çantasından pul götürüb. Çünki axırıncı dəfə sinifdə onlar bir yerdə olublar. Sara! Əl çək məndən! Düşdün dərdə, etdin ah nalə, çarə tapan olmadı. Mənim qızım əvvəl-axır səndən uzaqlaşacaq, doğru yol tapacaq. Əgər tapmasa, səni də, sənin bu küçük yoldaşlarımı da bir-bir məhv eləyərəm, eşitdin? Sən demədin mi Arazdan uzaq dur? Necə dəfə? Dayan bir dəqiqə! Necə dəfə deməliyəm ha sənə? Axırıncı dəfə deyirəm, Arazdan uzaq dur. Mən sənə kömək edə bilərəm. Sən də mənə kömək eləsən. Düşməmişdim bir dənə mən. Əlimdən gəldiyini eləyirəm də uşağına görə. Oxutduğun uşaq budur da. Özün oxudun neynədin ki? Dedim işə sal işləsin. Mən uşağımı əlimdən gələni eləmişəm. Ay, görürəm nətər əlindən gələni eləmişsən. Görsən sən verdin tərbiyəni. Görsən. Sonra deyirsən mən belə yaxşı atayam, mən elə yaxşı atayam. Uşağı atadan çox ana tərbiyə verməlisən. Sən maraqlanmasan da. Sən maraqlanmasan, mən maraqlanmalıyam. Və sən nəsən burada? Aras, oğul, bilirsən də səni bura nə üçün gətirmişik? Gəl biz bu məsələni uzatmayaq. Gəl vaxtında bu məsələ böyüməmiş həll eləyək. Mən heç nə eləməmişəm axı. Axı necə heç nə eləməmişsən? Sən axırıncı otaqda sən olmusan, sən çıxmısan. Başa düşürəm və bütün şübhələr mənə göstərir, amma gedin kameralara bir də baxın. Mən özüm bilirəm ki, heç nə eləməmişəm. Bax, mənim qızım Sara da o məktəbdə oxuyur. Mən sənə həqiqətən köməklik eləmək istəyirəm. Mən Saran pulunu niyə uğrayım axı? Bütün şübhələr səni göstərir. Onda deməli, sizin şübhələriniz səhvdir. Mən özüm bilirəm ki, pulu mən götürməmişəm. Neynim yalandan deyim ki, mən eləmişəm, eləməmişəm axı. Bunu başqa birisi eləyibsə, belə bir ehtimal varsa, sən bizə belə köməklik elə. Uşağınla maraqlanmayanda belədir də.
Maraqlan da bir uşağını bu qabağını başa sal. Mən maraqlanmıram, hə? sən- Uşağa atadan çox ana tərbiyə verməlisən. Sən Sən nə maraqlanmazsan da? başa kimi? Sən maraqlanmazsan, mən maraqlanmalıyam. Əlimdən gəldiyini eləyirəm də uşağına görə. Mən sizi başa düşürəm. Mənim qızım da orada oxuyur. Lakin bilməlisiniz ki, burada bir oğurluq var. Bu aydınlaşmalıdır. Mən sizə əmin eləyirəm ki, bu qısa zamanda öz həllini tapacaq. Lakin biraz səbirli olmaq lazım. Burada qışqırmaq, IQ salmaq, bunlara ehtiyac yoxdur. İş bizdədir, bizə inanın, biz bunu həll yolunu tapacağıq. Yaxşı araşdırın. Ata bir oğlunla maraqlanır ki, 100% o eləyibdi. Ay qız bir deyəndə bura yeri deyil. Xahiş edirəm sakit. İş bizdədir, biz həll eləyəcəyik. Siz sadəcə biraz səbirli olun. Aras buraxacaqsan? Mən uşağın özü ilə də söhbət elədim. O günahsız olduğunu deyir. Və bu, dediyim kimi, qısa vaxtda öz həlini tapacaq. Buraxın. Görək elə başını hansı bəlalara sala bilir. Altı qoymaqdır bu 4. 6 yaxşır. İş düşürsən cımdan. Yəqin ki. Amma qəşəng şeydir ya. Bərkdir, itidir. Oxşuyur. Sənin o işçin var könül. Və ona görə biz uşaqlarla normal gəlib istirahət edəmirik. Yox, xəbərim yox idi. Niyə? Gəldi, biz müştərilərə üstünə qışqırdı, sonra da qovdu bizi biraz da. Sizin kimi müştəri xoşlayıram. Gəlin situasiyanı düzəldək. Situasiyanı düzəltməyini düzəldək də. Özün olsa da bilirsən necə düzəltmək lazımdır. Lazım olan yerə biz də söhbəti bağlayaq. Yaxşı. Nə başa düşməliyəm Ancaq mən? maddiyyat pul fikir yaşadın, başqa bir şey başa düşdüyün yoxdur sənin. Sən bizə də mən maraqlanmısan? Niyə maraqlanmıram ki? Niyə maraqlanmıram? Gör hansı vəziyyətdədir uşaq? Kül mənim başıma. Utanmırsan sən? Boynu yerə soxun. Mən sənə belə tərbiyə vermişəm. Belə tərbiyə vermişəm mən Kim sənə. uşağın üstünə? Qışqırmadım deyə belə oldu. Kül mənim başıma. İkiniz də boynu yerə soxun. Allah sizin bəlanızı versin. Aras. Mənə demək istədiyin bir şey var? Aras. Qaranlıq dar küçələrdə itirenlər çox olur. Bir işıq, bir ümid, amma hər kəs susur. Yumruqla danışırıq, sözlər qalıb yalan. Təbriklər danışanda kim qalır sağlam? Qışqırıq səsləri, səssizlərin çırtısı əllərdə. Qan izi həyatın acı payı, dost yoxdur, düşmən çox. Hər addımda qorxu, burada sevgi yox, burada ancaq soyuqdur. Sara. Sara. Sən də elə bilirsən oğlu mənə?
Mən uğramamışam. Tapacağım oğlum. Yalandan məktəbli formalı geyinsən, çantanı da vurmusan belimə ki, güya məktəbə gedirsən. Güya bilmirəm hara gedirsən. Gedirsən o pubda, restoranda gədə-güdələrlə görüşməyə. Qudurmusan sən? Nə boş-boş baxırsan üzümə? Cavab ver də. Nə evə gəlirsən? Nə dərslərini oxuyursan? Heç nə boş-boş küçələrdə ayan avaralanır. Mən də gedib küçələrdə ayan axtarıram. Ondan bundan ayanı soruşuram ki, hardadır mənim uşağım? Bu zəhrimar qalmış telefonu səni niyə almışam? Cavab ver də o telefona. Gah evə gəlmirsən, gah gecə gəlirsən, kefin istəyir ümumiyyətlə gəlmirsən. Heç demirsən ki, bu evdə sənin bir böyüyün var, bir anan var. Gözümün içinə bax səninlə danışanda. Nə dik-dik baxırsan, hə? Belə böyümüsən də, belə qudurmusan. Elədirsə, onda mən də səni məktəbdən çıxardaram, oturarsan evdə. Bilərəm ki, mənim uşağım evdədir, gəlib küçələrdə səni axtarmaram. Mən bilmirəm ki, kimdən ayağını soruşur. Sənin tayların bu dəqiqə evdə test həll eləyirlər, imtahana hazırlaşırlar. Bir də tək pul tökürəm mənim yanına. Səhərdən axşama qədər gedirəm pubda, restoranda, çayxanada işləyirəm ki, sən sonra belə mənim başıma iş asasan, hə? Ayan! Yığmısan, burdasan. Söz sənin son şansındır. Hara gedirsən? Sən də atova oxşamısan elə. Nə məni sayırsan, nə də sevirsən. Bilmirsən niyə bizi buraya yığıblar? Ay, yəqin ki, Saran pulunu vurublar, ona görə yığıb bizi. Arazin də hamımızın qanını içəcək. Yığıb da, boş ver. Eşitmişsiniz şuralar? Şuraya məktəbimizdən pul oğurlanır. Hə? Eşitmirsən, hə? Hı? Eşitmirsən? Sən deyilsən. Sən götürməmsən? Götürməmsən? Sən götürmüsən? Sən götürmüsən? Sən? Sən götürmüsən bunu? Sən götürmüsən? Sən götürmüsən? Cavab ver! Bu nədir uşaqlar? Nə vaxtdan bizim məktəbimizdə qızlardan pul oğuram? Mənə də yaxlısı yoxdur. Gelirsiniz, nə inirsiniz, eləyirsiniz, axtarıb tapırsınız oğlunu. O pulu götürəni axtarıb tapırsınız. Yoxsa gününüzü qara elədim. Salam canım. Buradan keçirdim, söhbətinizi eşitdim. Kömək edə bilərəm. Mən bu qızı necə böyüdəcəm? Heç məni saymır. Sən yaxşı anasan. Güclü anasan. Hər şey yaxşı olacaq. Hər şey düzələcək.
Davay bas siz bunlara. Nədir? Mən Maqameddən şübhələnirəm. Kimdən? Maqameddən. Sinifdən çıxanda oturmuşdu orada. Saran sumkasını götürmüşdüm. Sinifdə bir dənə oydu, heç kim yox idi başqa. Ondan başqa kim götürə bilər? Sinifdə ancaq odur, bir mən idim. Mən də sumkanı gətirdim, verdim Saraya. Bax da. Qardaşım, əvvəl başa düşmədim, idman öyrədirdin mənə, indi dayandırdın. Niyə? Sən bufetdən çıxırsan ki, mən sənə idman öyrədirəm. Bufet deyəndə ki, məncə sənin niyyətin başqa deyə. Sən bu Leyladan nə istəyirsən? Leyladan nə istəyə bilərəm ki? Sənə dəxlisi var onun. Necə nə dəxli var? Səndən qabaq burada mənəmi? Burada mehman qanununa keçir. Leylanı istəyirsən? Tutaq hə, xoşum gəlir. Əlvi zəhmət olmasa masaya qoy. Sənə qol güc eləyəcək. Gəl. Uduzan çəkilir. Mən razı. Belə. Başım özümə qarşı heç siz soruşmadım. Necə gedir çayxana, uşaqlar, dərslər? Hə, bir-iki məsələ var, hələ tam oturmayıbdı. Düzələr. İçəri dəvət eləyə bilmirəm. Başa düşürsünüz də qonşular səhv başa düşərlər. Deyib yox, bildim. Narahat olma. Bura gedib gəlməyiniz də doğru deyil məncə. Gecdim, mən gedim dərsim var. Hə, elə mən də çıxmalıyam. Sağ ol, özünə yaxşı bax. Sağ ol. Neyinirsiniz burada? Heç nə bir dənə məsələmiz var, dayı qızın yanında sındırmadım səni. Burada boş-boş işlər görənə direktor bayaqdan çay gözləyir. Gəl, mən bir dənə gedim çayımı verim gəlim. Biz sənə gedək, işimizlə məşğul olaq. Get çayımı versən, get. Onsuz da bilinir Leyla kimi. Aydın müəllim, mən sizi Arif müəllimlə əlaqədar narahat eləyirəm. Arif müəllim özündən Amerika kəşf eləyib. Çayxanada riyaziyyat dərsi keçir. Bu, pedaqoji qaydalara ziddir. Belə bir şey ola bilməz. Sizi xəbərdar eləyirəm. Mən narazıyam və mənə dediyinə görə güya sizin xəbəriniz var, sizdən icazə alıb. Tayımız da günü-gündən artıqlaşır. Əgər siz bu barədə tədbir görməsəniz, mən lazımi instansiyalara xəbər verəcəyəm və öz etirazımı bildirəcəyəm. Razdan xəbəriniz var, gecə içəri çıxdıq. Deyirlər özü dəhşət sıxıblar ha, amma söz alınmır. Razı boylan girib özə, girdə kişi kimi çıxdı. Kişi kimi deyirlər. Başa düşmürəm, ala. Ananız bizi bura niyə çağırır? Moment məktəbdə qızdan pul oğurlayıb. Bilmirəm. Necə yəni bilmirəm, qardaşı deyilsən? Alma olsun, nə qardaşıyam? Araz Mameddən şübhələnir ki, pulu o oğurlayıb. Sən onu dəqiqləşdirməyə de. Mən də Arazla söhbəti ona görə edeyim. Mameddən soruşarım. Gəlirik. Aycan, Aycan. Azadlığın əvvəldə olsun. Nədən bura? Sağ ol. İstəsən, nə var? Buradadır. Orada.
Mamet, bax pulu götürmüsənsə mənə denən kömək edin. Yoxsa bunun axırı pis olacaq. Ay, bax, Allahın da olsun mən götürməmişəm pulu. Yəni boynuma qoymaq istəyirlər. Yəni sən bu hərəkəti məndən necə gözləyə bilirsən ki sən? Səndən gözləmirəm. Prosta sənə deyirlər, mən də gəlib sənə deyirəm. Götürmüsənsə denə. Götürməmişəm. Yaxşı. Ayan salam. Sağ ol. Bu səhər olanlar heç yaxşı deyil. Belə olmaz. Sən ananı çox incidirsən. Anan ən azından buna layiq birisi deyil. Bilirəm. Amma bu mənim ailəvi məsələmdir. Başa düşürəm, amma bax sən belə uşaq deyildin. Mənim dərslərimə həvəslə girirdin, yaxşı oxuyurdun. Belə nadinc uşaq deyildin. Sən dəyişmisən Ayan. Hamı dəyişir. Yəqin ki, belə olmaq istəyirəm. Hamı dəyişir dəyişməyini, amma bir var yaxşıya doğru dəyişmək, bir də var pisə doğru. Sənin dəyişimin yaxşı getmir. Məncə sən özünü düzəltməlisən. Çox sağ olun. Amma məsləhətlərinizə ehtiyacım yoxdur. Sağ ol. Yaxşı da, tapacıq, niyə özünü pis edirsən? Axırıncı dəfə artıq görüb pulum. Yadımdadır. Dəqiq amma səndə idi gün boyu. Faz 100% Arazdır. O götürüb. Nə bilim valla. Amma mənim heç bir problemim yoxdur. Mənə aid deyil bu. Mən ikinci səfər pul ödəyəsi deyiləm. Arif müəllim. Necəsən? Keyfin necədir? Sağ ol, yaxşıyam. Sən necəsən? Arif müəllim, bir səndə mən sən xətimi çox istəyirəm də. Bilirəm. Bu zabitə müəllim var ha. Aha. Səni direktora şikayət edeyim. Hə, yenə bu məsələ. Deyir ki, özündən Amerika açır da. Başa düşdüm. Çox sağ ol xəbər. Bir səndə sən xətimi mənim üçün əzizdir. Hə, bilirəm. Göz gəldi. Salam. Aç çəkə görüm virusla düşərsən. Yox, dərman qəbul edirəm. Nə virus? Dərman qəbul edir. Bir daha buna bax. Belə adam olar, qarqameyin pişiyinə oxşayır. Sən buralarda az pulları. Oxuyan uşaqsan sən. Oxuyan dəndəki dərslərimi yaxşı oxuram da, məsuliyyətlə yanaşıram. Göz var. Niyə? Apararlar səni. Yeyərlər. Uy, içər. İnandı. Məktəbə niyə gəlməmişdin? Gəlmək istəməm. Gəl bir dənə sən sözüm var. Belə adam olur. Şirin ya. Saçı da belə durur. Pulu Mamet götürməyib. Yəni bölməyə düşmüsən, məhəllədə adın qalxıb. Amma söhbətin axırına çıxmışam da, pulu Mamet götürməyib. Kim götürüb bəs? Orası ki, mənə maraqlı deyil. Əsas odur ki, mənim qardaşım götürməyib. Necə maraqlı deyil ola? Qızın pulu oğuram bey. Bölməyə düşüb çıxmışam ey. Kim götürüb? Bir dənə qardaşın qalıb da. Mənim qardaşım elə hərəkət edəməz. 100%. Milyon faiz. Ahmet, bu cin uşaqları mənlə mırtdaşırlar. İndi mırtdaşmamı bildim. Birdən döyüb eləsələr mənə qoruyarsan. Ay yox, narahat olma. Narahat olma, bizdən. İndi kruqa təzə gir. Yox, demişəm, qorxma, narahat olma. Çox sağ ol. Sən də. Mən gedim, görüşərik. Çox sağ ol. Kənan xanım,
Bura sizi dəvət eləməyimin bir səbəbi var. Təəssüf ki, sizi işdən çıxartmalı olacağam. Bilmək olar niyə? Əlbəttə səbəbini bilməlisiniz. Müştəri şikayəti var sizə. Kim şikayət eləyib? Müştərini Muradı və dostlarını pubdan qovmuşdunuz. O avara uşaqlara görə çıxarırsınız məni işdən? Murad və dostları cavan uşaqlardır, aqressivdilər. Pubı, yəni öz puluma saxlayıram. Sabah gəlib pəncərələri qırandan sonra mən nə edəcəm? Bir dənə o avara uşağa görə məni qovmağa ixtiyarınız yoxdur. Səhərdən axşama qədər özüm tək başına burada işləyirəm. Haqsızlıqdır bu mənə. Başa düşürəm, amma... Əşəli başa düşürəm deyirsən, nəyə başa düşürsən? Heç neydə başa düşmürsən. Başı bilirsən nə var? Cəhənnəm olsun sənin bu restoranın da, pubın da, elə o Murad da. Gel. Ayhan. 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 Çık get buradan. Sağ ol. Arif müəllim, mən də pis oldum bu Arazla bağlı məsələni eşidəndə. Bilirəm Araz necə tərbiyəli, mədəni oğlandı. Kaş ki belə olmazdı. Düzdür, yəni Araz tərbiyəli bir uşaqdır, sevindiyi çıxmağına. Biz Araz'a həmişə inanmışıq, çünki o sizin oğlunuzdur. Mən də müəllimələrin dediyinə qatılıram. Araz həqiqətən də tərbiyəli uşaqdır, yəni. Həqiqətən. Çox sağ olun, çox sağ olun. Ay müəllimlər, mən başa düşə bilmirəm sizi. Bu boyda məktəbdə həngamə baş verib, məktəbə polis gəlib, uşağı aparıblar polis idarəsinə, məktəbin adı düşüb polisin qara dəftərinə. Elə hamı razılaşır, hamı tərifləyir. Müəllimin, Arif müəllimin elədiyi dəmdəzgah qalıb bir tərəfdə, elə oğlunun işi bir tərəfdə. Müəllim çayxanada dərs keçir, ictimai obyektdir, orada müxtəlif yaşlı kişilər var, içəni var, nə bilim, çəkəni var. Müəllim orada dərs keçir, hər şeyə deyirsiniz ki, hə, Arif müəllimdən razısınız. Belə şey olmaz axı. Belə biabırçılıq olmaz. Mən başa düşə bilmirəm. Siz pedaqogsunuzsa, pedaqoji qaydalara əməl eləməlisiniz. Pedaqoji qaydalardan bunu yerinə yetirirsiniz. Siz niyə belə Arif müəllim, tərəfində tutursunuz? direktor sizi çağırır. Gəlin də. Gedin Arif müəllim, gedin. Mən direktora öz sözümü demişəm, bunu söyləmişəm. Əgər direktor tədbir görməsə, mən başıma onlara məlumat verirəm. Arif müəllim, siz keçən dəfə gözəl bir təklif irəli sürmüşdünüz. Sözün düzü, mən sizin bu ideyanızı çox bəyənmişdim və istədim ki, ona dəstək olun və bu işin həyata keçməsinə kömək olun. Amma Arif müəllim, bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm ki, əgər sizin bu ideyanızın bir nəticəsi olmasa, onda məndən inciməyin. Mən sizi işdən uzaqlaşdırmaq məcburiyyətində qalacağam. İndi deyirsiniz ki, 100% boğuramayıb, hə? Allah hədə. Arxasında durdun ha. Dururam. Murad sən? Hədə. Biraz yavaş.
Nədir bu? Hə? Nədir bu? Nədir bu? Hə? Yaxşı da, könül yaxşı, sakitləş. Necə sakitləşmək qara? İlin günün bu vaxtı işsiz qaldım. Heç nədən özdeyi. Taparıq da, bir iş taparıq, narahat olma. Adını tapacaqsan. Necə tapacaqsan? Sən niyə qovmuşdu ki? O Muraddır nədir? Küçə oğlanın zibil. Ona görə qovdum da onları. Heç öz qızımı ondan xilas eləyə bilməmişəm. Hələ Ayan da bir başqa mövzudur burada. Vay dırova ya. Belə istəyirsən mənim yanımda iş var. Çayxanada hə, nə olacaq? Kömək eləyərsən mənə. Vallahi o gün də bir ikisini gətirmişdim. O deyil idi. Burada nə işləyəcəm? Narahat olma, kömək eləyəcəm. O deyil, müəllim də gəlir. Yox, burada alınmaz. Burada necə olacaq? O müəllim gəlsin. Valla məndə bu bəxt var, mən də elə buradan qovularam. Narahat olma. Niyə qovursan? Sən kimdə qovam? Narahat olma, hər şey yaxşı olacaq. Ölməmişəm ki. Deyirsən də. Salam. Salam. Sağ ol, müəllim, necəsiz? Yaxşı olasın. Nə olub, məsələ var? İşdən qovuldum. Belə getsə mən də qovulacam məktəbdən. Siz niyə? Nə bilim vallahi. Narahat olmayın, müəllim, narahat olmayın, hər şey yaxşı olacaq. İnşallah. Qovulmazsınız inşallah. Görəm hamımızın qanı qaradır. Gedək bir dənə xoruz quyruğu çay. Nədir bu? Hə, yavaş deyirəm sənə. Bundan sonra arxasında kimisə duranda 2 dəfə fikirləş. Qalan 180 manat pulu da özünüz axtarıb taparız. Mənə dəxlisi yoxdur. Məndən bu qədər. Küy! Deyirsən bəs mən götürməmişəm. Özünə siz alın məndən. Mənə bax, yaxşı elədin elə onu. Sıxdın divara. Tanınmaz. Adam da pul oğuramaz da. Sən hardan bildin pul oğuruyub? Nəyi, necə? Hardan bildin bu onu götürüb? Birinci səfərdə orada tanıyıram da onu. Mənə onun haqqında qızlar çox şey deyib. Mən də şübhələndim, dedim yəqin oldu. Yaxşı. Çox sağ ol bu günə görə. Yadımdan çıxartmayacağam. Gəl də ala. Bilmirəm, bu işlərin axırı necə olacaq. Sən nə düşünürsən indi? İşdən qovuldumsan indi, nə fikirləşirsən, nə edəcəksən? Taparam da bir iş. Mənim üçün çətin deyil. Ayanı fikirləşirəm, uşaqları fikirləşirəm. Axırı necə olacaq heç bilmirəm. Bu dəqiqə nə olursa onlara görə olur, başa düşürsən də? Əlbəttə elədir. Uşaqlar balaca olanda adam elə gəlir ki, hər şey çətindir. Amma əsl çətinlik böyüyəndə başlayırmış. Düzdür. Hərəsinin öz problemi çıxır. Oğlanın ayrı dərdi, qızın ayrı dərdi. Görüm necə eləyəcəm bu məsələləri, necə yoluna qoyacağam. Bir tərəfdən ayan, bir tərəfdən işsizlik. Çətindir. Mən də bütün günü uşaqlarla kontaktdayım, amma öz uşağım olanda Müəllimlik də burada işə yaramır, hə? şey yaramır. Nə bilim, yaxşı olar. Əsas odur bir-birimizi başa düşək uşaqlarla. Çox dalaşmayaq, artıq bezmişəm ayanla dalaşmaqdan. Hər gün dava qırığı nə qədər olar, Al, apar pulu. Ver Saraya.
Olanları da danışaq ki. Yaxşı. Mən çayxanaya gəlirəm, orada görüşərik. Yaxşı? Orada. Davay, qaç. Belə könül. Hə. Çox sağ olun Arif müəllim. Valla bu qədər probleminiz var. Yenə də mənə dəstək oldunuz. Çox sağ olun. Dəyməz, bizim problemlərimiz eynidir. Uşaqlarımız da eynidir. Elədir. Bir də gördünüz sabah bir gün evləndilər. Bu da ola bilər yəni. Valla bilmək olmaz, bəlkə də oldu elə. Gəldi. La çay. Xoruz quyruq da ha. Öpürəm mən. Sənin ayağında xəcalətdəyəm özdə bərk. Niyə? Qaytaracam pul valla. Axtaram, prosta biraz vəziyyət pisdir. Pul neyinirsən? Mənə pul lazım deyil. Mənim sənin işim düşüb. Nə olub? Mənə 2 dənə bilet lazımdır. Konsert bileti. Nə konsert hə? Başa düşdü, indi qardaşım konsertə gedəcək. Konsert bileti. İnşallah indi bu yaxında inşallah görək. Konsert bileti taparam əslində. Axtarsam taparam. Görüm nə edirəm. Həqiqi. Sən mənim ürəyim sən Allahın da. Bir dənə onu tap. Başqa heç nə istəmirəm də səndən. O 120 manat qurbandır. Salam Mələkçi. Salam Mələkçi. Necəsən? Sağ ol, sən necəsən? Nə var, nə yox? Yaxşılıq. Alver necə gedir? Yaxşıdır. Məndə bir dənə çay ver də aşağı. Borcumu nə vaxt versən? Borcum başımı buraxayım, mənə elə 120 manat pul lazımdır. Mən bu hatan görürəm, ver. Mehman sənin üçün nədir? Ha? Sən pul ver deyən oldu. İndi nə edirsən? İşte pul lazım idi, 120 manat borc götürmüşəm. Bax, nə deyim sənə, bax. Əvvəl olsa verərdim. Gənə sən ödəməyəndə gedib atomdan alırım. İndi atomdan da ala bilməyəcəm. Qaranın yanında çox şeylər var, atom. Məktəbdəki kimi. Bilirsən atomdan niyə ala bilməyəcəm? Atomu işdən çıxardırlar. Niyə? Niyəsini bilərsən də evdə. Atomdan soruş. Nəsə olub ki? Məncə sən çox da borcun altına girmir. Belə iş var isə mənə də xəbər eləyərdin də. Mən heç özümün xəbər olub ki. Söhbətin içində bir oyun var. Çünki belə bir şey olsa da qardaşım qabatsın deyərdi. Yox, oğurlamağına uğrasın, problem o deyil. Mənə lazım idi belə vəziyyət. Amma gör mənə xoşdur. Murad belə getsə, Araz məhliyə qalıq eləyəcək. Sədinlə belə heç kim saymaz. Sara, sənin pulu oğramışdılar. Mən tapdım kimdir, pulu da götürdüm. Mənim qardaşım da görünür, mənim qardaşım. Doğrudan deyirsən? Hə. Hardan tapdın? Kim oxladı? Düzün deyən, Araz oxladı. Fərqi yoxdur. Ora baş qoşma. Yanlar səni. Sözüm var bir dənə. İsa, çox sağ ol. Sən də sağ ol. Sənə bir şey göstərməliyəm. Vacib məsələdir, Arazla bağlı.
bizə belə 2 dənə problemli uşaq evlənir. Onlar uşaqların problemini də Onu biz da çəkirik. çəkirik. Sonra siz bizə bayramda şəkər vura gəlirsiniz. Karanlık dar küçelerde itirenler çok olur. Bir ışık, bir ümit ama herkes susur. Yumrukla danışırıq, sözler kalıp yalan. Tepikler danışanda kim kalır sağlam? Kime deyim, kim eşider? Bu sükut taştan beter. Karanlıkta kışkırmak çetin ama sessiz kalmak ender. Kime deyim, kim eşider? Bu sükut taştan beter. Karanlıkta kışkırmak çetin ama sessiz kalmak ender. Divarlar kulak asır ama dilleri bağlı. Gözler bakır ama hiç ne görmür aydın. Ayak sesleri geceni kesir bir. Korkunun adıdır bu sessiz cinayetler siri. Kapılar kilitli, yürekler paslı. Sözler çok ama diller suskun kalıp. Işık uzakta titreyir sönmeyde. Ümitler kırılır her nefes çekmeyde. Kime diyeyim, kim eşider? Bu sükut taştan beter. Karanlıkta kışkırmak çetin ama sessiz kalmak ender. Kime diyeyim, kim eşider? Bu sükut taştan beter. Karanlıkta kışkırmak çetin ama sessiz kalmak ender.